bilmirik. Hadisə necə baş verdi? Ha valla bilmirik. Başıquba yolunun Sumqayıtdan keçən hissəsində dəhşətli yol qəzası baş verib. Qeyd edim ki, minik avtomobili yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Dəhşətli hadisədir və həqiqətən də ağır yol nəqliyyat hadisəsi məhz bu ərazidə qeydə alınıb. Bakı-Quba avtomagistralında Qubaya doğru hərəkət edən istiqamətdə baş verən ağır yol nəqliyyat hadisəsi hər kəsi sarsıdıb. Denazın əldə etdiyi məlumata görə Mercedes markalı minik avtomobili ilə yük maşını toqquşub. Hadisə nəticəsində əraziyə dərhal təcili tibbi yardım və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rızayev Ruslan İsmailoğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Onunla yanaşı avtomobildə olan digər şəxslər 1988-ci il təvəllüdlü Abdullayev Samiq Fərhadoğlu və 2001-ci il təvəllüdlü Həsənov Ramazan Habiloğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yoxan maşınımız borcu olub qardaş, sürücü aşağıda olubdur. Maşın aşağıda olub maşından nəsə, ona görə düşüb aşağı. Bu gələn maşında gəlib özün vurub, birinci sürücünü vurub, sonra gəlib bu maşına gelir. Sürücü də ağır vəziyyətdə. Sürücünün tanısı nəyəcə sürücü? Sürücü yoldaşımız. Yaralılar dərhal Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Mərkəzdən Denaz TV-yə bildirilib ki, Sumqayıtda baş verən yol nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər kişi cinsi şəxs 20.05.2025-ci tarixində saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilir. Hazırda müalicələr davam etdirilir. Vəziyyətləri orta ağırdır. bu nə dəhşətdir ay Allah. Maşının yarısı yoxdur. Ay, ekspert görsə yığacam səni. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Qəzanın dəqiq səbəbləri ekspertiza nəticəsində müəyyən olunacaq. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denaz TV üçün.